Salam dostlar. Qarabağ oyun qabağı Atletikdə vəziyyət o qədər də yaxşı deyil. Dünənləri İspaniya çempionatının növbəti turunda komanda Elche ilə 0-0 oynayıb. Komandanın baş məşqçisi Ernesto Valverde deyib ki, hücumda oyunumuz o qədər də alınmadı, amma müdafiədə yaxşıydıq. Ənənəvi sözlərdir də, əlbəttə elə də deməlidir. Onu başa düşmək olar. Son 6 oyunda komanda ancaq bir dəfə qalib gəlib. Bu oyunlarda 3 gol vura bilib. Əgər Çempionlar Liqasında oyunlarının üstünə gəlsə, təsəvvür etsiniz 8 oyunda ancaq bir qələbə. Ancaq Qarabağa məsləhət odur ki, sakitləşməsin, ümidlənməsin. Çünki bu İspaniya klubudur, bu baskılardır. Bunlardan hər şey çıxa bilər. Oyuna gələ bilərsən, ümid eləyə bilərsən ki, oyunları alınmır, qələbələri yoxdur, zəifdir, qol vura bilmirlər. Amma bir də gördün ayaqları açıldı. Ona görə diqqətli oynayın. Çox gözəl şansınız var.